Ermənistan hakimiyyəti xarici ictimaiyyətə sülhə hazır olduqları barədə bəyanatlarına baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə həmçinin hazırlaşa da bilir. Bu müharibə bir neçə həftə ərzində başlaya bilərmi? Qonşu ölkə apreldə ehtiyatda olan əskərləri hazırlamağa başlayır. Silah tədarükü və ordunun modernləşdirilməsi birbaşa dövlətin hərbi strategiyasını əks etdirirmi? Digər mühüm bir məqam hərbi əməkdaşlıq vektorunun dəyişməsidir və diqqət mərkəzində saxlayacağıq bu və digər məsələləri. Studiyamızın qonağı siyasi şərhçi Vəli Əlibəyevlə. Vəli bəy, xoş gördük sizi. Sağ olun. Vəli bəy, ilk olaraq mən Prezident İlham Əliyevin Euronewsa müsahibəsinə diqqət yetirmək istəyirəm. Orada Prezident Qarabağda olan münaqişə beynəlxalq hüquq tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir, dedi. Ermənistanın bəzi havadarlarının xoşuna gəlməsə də bu belədirmi? İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçməsinə baxmayaraq bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Lakin sülh sazişi imzalanana qədər bölgədə də sabitlik olmayacaq. Sülh sazişi imzalanana qədər nələrə şahid olacağıq? Təşəkkür edirəm suala görə. Bu həqiqətən də son zamanların regionun aktual məsələlərindən biridir. Hər kəs, həm Azərbaycan, həm Ermənistan bu illər ərzində sülh müqaviləsi ilə bağlı danışıqlar aparmışlar. Müxtəlif məsələlər müzakirə olunmuşdur. Və həqiqətən də, amma üstündən bu qədər müddət keçməsinə baxmayaraq, hələ də bu sülh müqaviləsi bağlanmayıb. Əlbəttə ki, bunun səbəbləri var və əsas səbəblərindən biri odur ki, birincisi Ermənistan psixoloji olaraq bu sülhə hazır deyil. Ermənistanın havadarları buna hazır deyirlər. Xaricdə olan erməni lobbisi buna hazır deyil. Çünki onlar üçün deməli müharibə bu yeni qazancdır, yeni silah satışı bazarıdır. O baxımdan onlar sülh sazişinin imzalanmasını əlbəttə ki, yubadırlar uzun müddət ərzində. Və cənab prezidentin də dediyi kimi sülh sazişi olmadan regionda hansısa bir sabitlikdən danışmaq bu əlbəttə ki, düzgün deyil. Ona görə də Azərbaycan müharibə bitəndən bəri bugünə qədər öz xəttini stabil olaraq aparır və o xəttin də əsas məğzi ondan ibarətdir ki, Azərbaycan qonşu dövlətləri ilə, həmçinin Ermənistanla sülh sazişi imzalanmalıdır və sülhdə yaşamalıdır. Prezident bir məsələndə qeyd elədi ki, biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Ermənistan necə buna çalışacaqmı? Onların başqa çarəsi yoxdur əslində. Çünki həm Vətən müharibəsi dövründə, həm də ondan sonraki antiterror əməliyyatı zamanı onlar Azərbaycan ordusunun hazırlıq səviyyəsini, silahlarını görəndən sonra onlar inanmıram ki, risk edib hansısa yeni xəyallarda olsunlar. Amma yenə də dediyim kimi Ermənistanın daxilində də, xaricində də revanşist qüvvələr var və onlar əlbəttə ki, istəyərlər ki, yenidən bu müharibə alovlansın və itirdikləri demək istəyirəm, işğal etdikləri və itirdikləri torpaqları geri almaq istəyəcəklər onlar. Avropa İttifaqı missiyasının müşahidəçiləri yaman tez-tez sərhəd bölgəsində görünür və bu dəfə hətta biz son olaraq Niderlandın Xarici İşlər Naziri Kaspar Veldkamp gördük. O da sərhədə baxış keçirdi və ona hansısa məruzələr də verildi və bu cür belə deyək, bunların səfərlərinin bu cür artması və Avropa İttifaqı müşahidə missiyasının tez-tez sərhədə gəlməsi Ermənistanın törədəcəyi mümkün təxribat barədə, yəni Avropanın da burada əli olması barədə xəbər vermirmi? Əlbəttə ki, istisna etmək olmaz bunu. Dediyim kimi, daxildə də, xaricdə də belə qüvvələr var. Ələxsus Fransada, Fransa özü bununla bağlı çox aktivdir son illər. Biz bunun şahidi olmuşuq. O ki, qaldı, dediyiniz kimi, Avropa Birliyi ölkələrinin sərhəddə aktivliyi. İnanın ki, onlar öz üzərlərinə götürmüş o sülhpərvər rolunu həyata keçirməklə məşğuldular. Onlar güya ki, Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəyirlər. Amma onlara belə bir sual verilə bilər ki, bəs bu 33 il ərzində siz haradaydınız? Niyə görə işğaldan
işğalın sona yetirməsinə heç bir şərait yaratmadınız və beynəlxalq hüquq normalarının bərpasını Azərbaycan öz üzərinə götürməli oldu son nəticədə. Deyə bilərikmi ki, məsələn, doğrudan da müharibəyə hazırlaşırlar? Məsələn, Ermənistan mövzusu Tramp dövründə öz əhəmiyyətini itirdi. Biz bunu bilirik və maraq dairəsindən də çıxmış sayılır. Bu marağı cəlb etmək üçün Ermənistan həmişəki kimi hansısa təxribata əl ata bilərmi? Məsələn, biz bunu müşahidə eləmişik 2016-da, 2019-da, 2020-ci illərdə və elə hərbi əməliyyatlar da bu təxribatlardan sonra başlamadı mı? Mən sizinlə razıyam. Doğru vurguladınız ki, Trumpın hakimiyyətə gəlişindən sonra artıq Ermənistan ABŞ-dakı demokratlar arasında və hakimiyyətdəki deməli dəstəyini itirmiş oldu. Lakin burada bir təhlükəli məqam ortaya çıxır. Bildiyiniz kimi ABŞ administrasiyası Ukrayna-Rusiya arasında sülhün bərqərar olunması üçün əlindən gələni edir və belə olan halda Rusiyaya hətta müxtəlif güzəştlərə də getməyə hazırdır. Bu da öz növbəsində Rusiyanın əvvəllər itirdiyi mövqelərini bərpa etməyə çalışdığını deməli belə bu barədə bizə məlumatlar gəlir. Suriyadakı vəziyyətin qızışdırılması, yenidən alovlanması. Mən düşünürəm ki, bu dəfə Paşinyan ola bilsin ki, Rusiyanın əli ilə regionda vəziyyətin qızışdırılmasına çalışsın. Bu yaxınlarda elə iki məlumat nəzərimə çarpdı. Birincisi məlumat ondan ibarət idi ki, Paşinyan Putinə Azərbaycan Ermənistan arasında sülh danışıqları ilə bağlı məlumat verib. Bu birinci maraqlı məqamdır. Qərbə yox, Putinə məlumat verib. Bəli, və ikinci maraqlı məqam ondan ibarətdir ki, Paşinyan 9 may Rusiyada keçiriləcək hərbi paradda iştirakını təsdiqləyir. Yəni, bunlar artıq Ermənistan hakimiyyətinin baxış bucağını dəyişdiyindən xəbər verir və hətta dediyiniz kimi ola bilər ki, bu dəfə Rusiyanın əli ilə regionda təxribatlar törədilsin. Aha, məsələn, bir sıra faktlara da nəzər yetirək. Ötən həftə elan olundu ki, aprelin 1-dən iyunun 13-nədək Ermənistanda növbəti ehtiyat təlimi keçiriləcək və 10 həftə davam edəcək. Sonra qeyd elədiyimiz kimi Avropa İttifaqı missiyası sərhəd boyu xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə konkret kəşfiyyat işlərini intensivləşdirib. Və Ermənistan son 2 ildə hərbi alışları kəskin artırıb. Bu da diqqətdən yayınmır. Fransa və Hindistan silahlarına milyardlarla dollar da xərcləyib. Həmçinin Avropa İttifaqında Avropa Şurası Sülh Fondu da vasitəsilə birbaşa və dolayı yolla militarizasiyaya gedən maliyyə töhfələri verməklə prosesdə rol oynayırlar. Bu 3 detal Ermənistanın yeni müharibəyə hazırlaşdığını təsdiq etmirmi? Açıq qalan suallar da var təbii ki, amma yəni təsdiq eləyir artıq açıq şəkildə. Əlbəttə ki, razıyam sizinlə. Əgər bir dövlət silahlanırsa və buna küllü miqdarda pul ayırırsa, bu əlbəttə ki, onun müxtəlif deməli düşüncələri barədə və hazırlıqları barədə məlumat verir, razıyam. Digər tərəfdən bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Misal üçün Fransadan gələn silahlarla bağlı bir neçə il bundan qabaq məlumat var idi ki, onlar köhnəlmiş silahları göndərirlər Ermənistana. Və ya ki, Hindistandan gələn raketlərlə bağlı Ermənistan onların ilk alıcısıdır. Yəni, bu deməkdir ki, o silahlar hələ heç test olunmayıb, onların özlərini necə aparacaqlar hərbi döyüşlər zamanı, o da məlum deyil. Aha, bunu açıq qalan suallar silsiləsinə yaza bilərik və bir daha ora əlavə ediləsi bir məqam da var. Məsələn, silahları alır, amma bunu istifadə etməyə canlı qüvvəsi varmı? Mən elə ona getirmək istəyirəm suallarımı ki, silah çox ola bilər ölkədə. Onları istifadə etmək üçün mütəxəssisləri varmı? Bu bir. İkinci məsələ, bizim vətən müharibəsi göstərdi ki, Ermənistanın nəinki deməli silahları, eyni zamanda ordusunda da vəziyyət acınacaqlıdır. Onlar hazırlıq nöqteyi nəzərindən geri qalıblar. Sovet vaxtının ordusudur onlar da demək olar ki. Və onlar əgər Azərbaycanla müharibə aparmaq fikrindədirlərsə, onlar bundan sonra heç olmasa 10 il hərbilərini modernləşdirməlidirlər, müxtəlif təlimlər keçirməlidirlər. Yəni, aprel ayındakı o 2-3 həftəlik təlim, toplanış təlimi mən düşünmürəm hansısa bir reaksiya versin. Amma mən yenə də razıyam ki, Azərbaycanın qonşusu Ermənistan elə bir dövlətdir ki, ondan hər zaman hər şey gözləmək olar. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti buna hazır olmalıdır və necə deyərlər, biz gərək sayıqlığı əldən verməyək. Aha, bəs Ermənistanın məqsədi ola bilərmi ki, Azərbaycanı təhrik edərək öz meydanına gətirsin? Və yaxud Ermənistan, sualı başqa cür qoyum, hansı hücum
taktikasından istifadə edə bilər? Ekspertlər müxtəlif ssenarilər üzərində işləyirlər. Misal üçün, bu yaxınlarda oxudum. Bəziləri deyirlər ki, ola bilsin Ermənistan Blitzkriegdən istifadə eləsin. Yəni, qısa müddət ərzində Azərbaycan ərazisində bir neçə rayonu işğal etsin və bununla da status quo-nu saxlamasına çalışsın. Birinci variant bu ola bilər. İkincisini siz gözəl qeyd etdiniz ki, Ermənistan təxribatlara yol ata bilər, əl ata bilər. Bu, bizim tariximizdə dəfələrlə görünüb ki, Ermənistan bir çox hallarda təxribatlar vasitəsilə öz məqsədlərinə nail olmaq istəyir. Lakin mən yenə də deyirəm, mən bu ssenariləri bugün üçün qeyri-real hesab edirəm. Çünki artıq Amerika Birləşmiş Ştatlarında da erməniləri dəstəkləyən bir hakimiyyət yoxdur. Trump hakimiyyəti praqmatik hakimiyyətdir. Onlar bilirlər ki, Qafqazın və regionun gələcəyi Azərbaycanla bağlıdır və hətta Ermənistan və hətta Rusiya belə bir düşüncəyə düşsə ki, Qafqazda yenidən bu müharibəni alovlandırsınlar, düşünürəm ki, Trump hakimiyyəti və ümumiyyətlə beynəlxalq ictimaiyyət bunun əleyhinə olacaq. Amma nəzərə alsaq ki, ermənilər biraz hiləgər millətdir. Ona görə mən biraz ardını da gətirmək istəyirəm. Məsələn, Azərbaycan ordusunun Ermənistan qarşısında şəxsi heyət üstünlüyü var. Bundan başqa aviasiya üstünlüyümüz də göz qabağındadır. Ermənistan bunu bildiyi üçün əvvəlcə şərti dövlət sərhədində ehtimal Qazax, Kəlbəcər ərazisində atəşkəsi poza və ya diversiya hücumu təşkil edə bilərmi? Bu ola bilərmi? O da ola bilər. Hətta tarixdə də belə şeylər olub. Bundan daha çox Rusiya istifadə edib. Öz hərbçilərinə Azərbaycan hərbi formasını geyindirib, öz ərazisində hansısa bir təxribat edə bilər. Bunun video çəkilişini çəkib dünyaya yaya bilər ki, Azərbaycanlılar dövlət sərhədini keçiblər, artıq Ermənistan ərazisində hərbi təxribatlar törədirlər. Yəni, dediyiniz kimi Ermənistandan hər şey gözləmək olar və misal üçün Zəngəzur dəhlizi ilə bağlı son illər bu mövzu çox aktual mövzudur və hətta onlar da bu mövzuya toxunaraq deyə bilərlər ki, Azərbaycan tərəfi Zəngəzuru güclə almaq, silah gücü ilə almaq istəyir və bununla da bağlı müxtəlif dediyim kimi qondarma, fake videolar yayıb paylaşa bilərlər. Yenə də öz Azərbaycan hərbi geyiminə geyinmiş öz əskərlərin vasitəsilə. Aha, məsələn, bu yolla da Azərbaycan ordusunu öz ərazisinə çəkib burada döyüşmək istəyə bilərlərmi? Bununla, məsələn, Ermənistan həm PUA əleyhinə vasitələrlə PUA dron hücumlarımızın qarşısını ala bilər, həm də müdafiə müharibəsi ilə daha çox itki verdirmək kimi planlaşdıra bilərmi belə şeylər? Əslində hər şey mümkündür. Yəni bu elə bir vəziyyətdə yaşayırıq ki, elə bir zamanədə yaşayırıq ki və bizim elə bir qonşumuz var ki, onlardan hər şey gözləmək olar. Yəni razıyam sizinlə ki, mümkündür, gözləmək olar. Və bəzi mənbələrin yazdığına görə bu müharibə bir neçə həftə ərzində başlaya bilərmi? Mən buna inanmıram sözün açığı. Çünki dünyadakı gedən proseslər dövlətlər arasında qüvvə nisbəti Ermənistana bir neçə həftə ərzində müharibəyə başlamağa imkan verməz. Bunu etmək üçün gərək ağılsız olasan, hərbidən başın çıxmasın. Düşünmürəm ki, onlar belə bir riskə getsinlər, çünki dəmir yumruq hələ də onların yadındadır və Azərbaycan ordusunun nəyə qadir olduğunu onlar gözəl bilirlər. Aha, Azərbaycan hələ də təmkinlə davranır amma hər zaman da cavab verməyə hazırdır və bunu biz dəfələrlə eşitmişik rəsmi şəxslərin, Azərbaycanın rəsmi şəxslərinin açıqlamalarında. Mən bir daha Rusiya faktoruna diqqəti yönəltmək istəyirəm. Paşinyan uzun müddət dirəniş nümayiş elətdirdi. Paşinyan da, digər rəsmi şəxslər də bir sıra tədbirlərdən imtina elədi və dondurdu fəaliyyətini və hətta Rusiyanın təkliflərinə demarş şəkildə cavabları da oldu. Bununla yanaşı Rusiya müəyyən səbir nümayiş elətdirdi və indi Paşinyan, biz bir qədər öncə də qeyd elədik ki, ilk olaraq Putinə zəng elədi. Niyə bu belə bir öhdəliyi üzərində hiss eləyib zəng vurdu və yaxud tamam siyasətini dəyişdimi? Trump hakimiyyətə gələndən sonra onun Putinə Rusiya müəyyən güzəştləri Rusiyanın bölgədə və ümumiyyətlə diplomatik cəhətdən, həm də hərbi cəhətdən aktivləşdirməsi ehtimalını artırır. Paşinyan da bunu gözəl başa düşür və o bilir ki,
belə bir fərziyyə də var ki, Tramp hakimiyyəti Rusiyanın razılığa gələrsə, Rusiyanın keçmiş SSR ərazisində təsir dairələrini tanıyacaq. Yəni bu baxımdan yenə də Azərbaycan da, Ermənistan da keçmiş SSR ərazisi yenə Rusiyanın təsir dairəsinə qayıda bilər. Bu baxımdan o da yenə erməniçiliyini edərək, deməli əvvəlcədən qabaqdan gəlmiş edərək Rusiya müraciət eləyir ki, və demək istəyir ki, bu vaxta qədər olanları unudaq. Ermənistan həmişə olduğu kimi Rusiyanın vassalıdır, Rusiyanın əsas strateji müttəfiqidir və biz sizin üçün hər şey etməyə hazırıq. Yenidən qayıdın Ermənistana. Aha, bu itaətkarlığı ona hansı dividendləri qazandıracaq? Rusiyanın da əslində ehtiyacı var ki, Paşinyan hakimiyyəti Rusiya pərəst olsun. Çünki onlar da uzun müddət çalışırlar ki, Ermənistanda hakimiyyət dəyişikliyi etsinlər və Ruspərəst birini hakimiyyətə getirsinlər. Sadəcə başı Ukraynadakı hadisələr qarışdığına görə onlar bunu edə bilmirdilər. Lakin indiki dövrdə əgər Ukrayna ilə sülh müqaviləsi imzalanarsa, Rusiyanın əlləri açılacaq və onlar çox asanlıqla Ermənistanda istədiklərini edə biləcəklər. Və bu baxımdan Paşinyan da onlara yəqin bir mesaj ötürmək istəyir ki, mən özüm siz deyənləri etməyə hazıram. Bəs belə bir anda Qərbdən hansı cavab tədbirləri gələ bilər Paşinyana? Qərb bugün öz hayına qalıb, öz problemlərlə məşğuldur. Dediyim kimi, əgər Qərbi biz Amerika Birləşmiş Ştatları kimi götürürüksə, onun üçün bugün Ukrayna-Rusiya müharibəsini bitirib Çinlə mübarizə aparmaqdır. Çünki Çin dünyada deməli onun imkanları artır, dünya liderini çevirmək ərəfəsindədir. Yox, əgər biz Qərb dedikcə Avropa Birliyi ölkələrini götürürüksə, onların da başı bu günləri öz təhlükəsizliyinə qarışıb, onu necə təmin etmək məsələsinə qarışıb. Çünki Tramp bir mənalı olaraq bildirib ki, biz Avropanın təhlükəsizliyi ilə məşğul olmaq istəmirik, onlar özləri bunu etsinlər. Ona görə onlar üçün hansısa kiçik bir Ermənistanın problemləri bugün elə də vacib deyil. Aha, Rusiya-Ukrayna müharibəsindəki irəliləyiş, belə deyək də, ola bilərmi? Bax, bu məqam Qərbə, Ermənistana Rusiya üçün yaşıl işıq yandırmağa yəni yönləndirilib, gəlib çıxıb. Ola bilər, heç nə istisna eləmək olmaz. Necə ki, Londondakı görüşdən sonra onlar Zelenskini yenidən Trampa müraciət etməyə sövq etdilər, məcbur etdilər. Başa düşürdülər ki, Amerika Birləşmiş Ştatlarısız nəsə etmək qeyri-mümkündür və həqiqətən də o görüşdən sonra Zelenski üzr məktubu göndərdi və bildiyiniz kimi Ciddədəki də görüşdə Ukrayna deməli nümayəndə heyəti çox konstruktiv mövqe nümayiş etdirdi. Məhz bunun nəticəsində həm Ukraynaya hərbi yardım bərpa olundu, həmçinin hərbi kəşfiyyat məlumatlarının mübadiləsi bərpa olundu. Dediyiniz kimi ola bilər ki, Avropa özü Ermənistanı Rusiyaya yaxın olmağına sövq edib. Aydındır. Təşəkkürümü bildirirəm. Artıq bu məqamlar bizim sülh müqaviləsinin imzalanmasına necə təsir edəcək, bunu artıq zaman göstərəcək. Təşəkkürümü bildirirəm. Suallarımı ətraflı cavablandırdınız və bir daha xatırladım ki, studiyamızın qonağı siyasi şərhçi Vəli Əlibəyov idi.